Salam əziz altıncılar. Bugün sizə ümumi tarixdən 9-cu mövzunu izah etməyə çalışacağım. Çalışın dərsi sona qədər izləyin ki, dərsin sonunda həm sizə suallar verəcəm, həm dərsin içində sizin üçün maraqlı məlumatlar hazırlamışam, həm də qaranlıq məqamlar sizə aydın olacaq. Keçək dərsin izahına. Ümumiyyətlə, dərsə başlamamışdan qabaq həmişə kitabın qabağındakı açar sözlərə fikir verin. Çünki bu açar sözləri dərsin içində görəndə biləcəksiniz ki, bunlar mühüm yerlərdir, mühüm məqamlardır. Keçək dərsin izahına. Çin Asiya qitəsinin şərqində yerləşir. Ölkənin qərbində hündür dağ silsilələri uzanır. Şərq əraziləri isə Sakit okeana çıxışı olan dənizlərlə əhatələnir. Təbii maneələr olan dağ və dənizlər qədim dövrlərdə Çin əhalisi üçün müdafiə rolunu oynamışdı. Şəkildə əjdaha görürsünüz. Ümumiyyətlə, Çin mifologiyasında, Çin əfsanələrində əjdaha əsas motivlərdən biridir. Çinin bəlası. Görək, nədir Çinin bəlası? Dağlardan yol alan Yantzı və Xuanxe çayları şərqi Çin düzənliyindən keçib dənizlərə tökülür. Bu çayların keçdiyi vadilərdə torpaqlar məhsuldar olduğu üçün insanlar qədim dövrlərdə məhz burada məskunlaşmışdı. Əkinçiliklə məşğul olurdular. Yəni biz burada bir daha görürük ki, qədim Çin sivilizasiyası da çayların ətrafında yaranıb. Necə ki, Misir sivilizasiyası Nil çayının ətrafında, Şumerlər Dəcə və Fərat çaylarının arasında, Çinlilər də Xuanxe və Yantzı çayları arasında yaşayıb. Əkinçiliklə məşğul olmuşlar, burada mədəniyyət yaratmışdılar. Lakin yağışlar zamanı Xuanxe çayı daşır, əraziləri, əkin sahələrini suyun altında qoyurdu. Buna görə də əhali Xuanxe çayına gəzən çay, azan çay, Çinin bəlası deyirdi. Amma zaman keçdikcə insanlar Xuanxe çayını ram etməyi bacardılar. Onun ətrafında bəndlər tikdilər, əkinçilik üçün suvarma kanalları düzəltdilər, arxlar çəkməyi öyrəndilər. Bəs Azərbaycanda hansı çay ədəbiyyatda dəli çay kimi xatırlanırdı? Bilirsinizsə, cavabı rəylərdə yaza bilərsiniz. Çin sənətkarlarının toxuduğu ipək parçalar, ağ gildən hazırladıqları zərif çini qablar bütün dünyada məşhurlaşmışdı. Təsərrüfatın inkişafı eramızdan əvvəl 6-cı əsrdə dəmir emalına başlanmağına səbəb olmuşdu. Və bundan sonra ibtidai icma quruluşu yavaş-yavaş dağılmış, Çində quldar dövlətlər yaranmışdı. Hətta şəkildə görürsünüz, Xuanxe çayına bəzən sarı çay da deyirlər, daşqınlar zamanı bu rəngi aldığı üçün. Bu da kitabınızda olan bir şəkildir. Xuanxe çayının daşqın zamanı ipək parça üzərində təsviridir. Çini birləşdirən hökmdar. Eramızdan əvvəl 4-3-cü əsrlərdə Çində bir-biri ilə vuruşan padşahlıqlar var idi. Onlar arasında amansız müharibələr gedirdi. Bu dövr, yəni eramızdan əvvəl 4-3-cü əsrlər Çin tarixinə vuruşan padşahlıqlar dövrü kimi daxil olmuşdu. Bunu mütləq əzbərləyin, bu summativdə qabağınıza çıxacaq. Bu padşahlıqlardan biri Sin sülaləsinin nümayəndəsi Sin Shi Huangdir. Digər padşahlıqları məğlub edib Çini vahid dövlətdə birləşdirdi. Çinin birinci hökmdarı adını aldı. Daha sonra Çin ərazisini vilayətlərə böldü, onlara məmurlar təyin etdi. Sin Shi Huangdi Çindən şimalda dövlət yaratmış, Hun tayfaları ilə mübarizə aparmağın yolunu ölkə boyunca Çin səddlərinin tikilməsində gördü. Çünki onlar güclü, çevik Hun süvariləri ilə mübarizədə aciz qalmışdılar. Sin Shi Huangdi eramızdan əvvəl 214-cü ildə Böyük Çin səddinin tikintisinə başlandı. Tikinti təxmini 10 il çəkdi. Bu müəyyən bir hissəsi idi. Sonra yavaş-yavaş kilometrlərlə uzadıblar Çin səddini. Bəs siz bilirsiniz ki, hal-hazırda Çin səddinin ümumi uzunluğu neçə kilometrdir? Əgər bilirsinizsə, rəylərə yazın. Çin səddinin tikintisi zamanı minlərdən insan aclıqdan, soyuqdan, fəlakətdən, istidən ölmüşdü. Və imperator əmr vermişdi ki, tikinti zamanı ölən insanların sümüklərini divara hörsünlər. Buna görə bəzən Çinlər Çin səddini sevmir, hətta hər daşı insanodan böyük qəbristanlıq deyirlər Çin səddinə. Amma hal-hazırda Çin səddi Çinə böyük gəlir gətirir.
turistik baxımından gəlir gətirir. Sin sülaləsinin hakimiyyəti eramızdan əvvəl 206-cı ildə bitdi və Çində Xan sülaləsi hakimiyyətə gəldi. Artıq Xan sülaləsinin dövründə Çinlilər Hunlardan döyüş sənətini öyrəndilər. Hətta eramızdan əvvəl 58-ci ildə Böyük Hun dövləti də iki yerə parçalanmışdı. Bir hissəsi Çinin əsarəti altına düşdü. Bundan əlavə Xan hökmdarlarının işğalları nəticəsində ölkənin ərazisi böyüdü, genişləndi. Böyük İpək yolu. Makedoniyalı İskəndərin şərq və qərb ölkələri arasındakı işğalları, ümumiyyətlə şərq və qərb ölkələri arasında iqtisadi bağların yaranmasını sürətləndirdi. Asiyadan Avropaya uzanan ticarət yolları o dövrdə mövcud olan dövlətləri qan damarları kimi bir-birinə birləşdirdi. Xan sülaləsi hökmdarlarının işğalları eramızdan əvvəl 2-ci əsrdə Çinin də dünya ticarət yollarına çıxışını təmin etdi. Beləliklə Çindən, baxın, Aralıq dənizinə qədər uzanan ticarət yolları fəaliyyətə başladı. Karvan yolları. Əsasən ilk dövrlərdə burada ticarətdə ipək ticarəti aparıldığına görə elə bu yolun adı da qalmışdı Böyük İpək yolu. Burada Çinlilər müxtəlif məhsullar istehsal eləyir, dünyaya satırdılar. Əsas da onlar çalışırdılar ki, ipək istehsalının sirrini gizli saxlasınlar ki, böyük mənfəət əldə edə bilsinlər. Böyük İpək yolu xalqları birləşdirir, mədəniyyətlər arası əlaqələri gücləndirirdi. Xan sülaləsini yıxan üsyanlar. İşğalçı müharibələr zamanı əsir götürülənlər qula çevrilirdi. Onların saçları qırxılır, alınlarına və yaxud üzlərinə, əllərinə damğa vurulurdu. Hətta ağır vergiləri, torpaq icarə borclarını ödəyə bilməyən kəndlilər də qula çevrilirdi. Tezliklə Xan sülaləsinə qarşı Çini üsyanlar bürüdü. Bu üsyanlardan biri eramızın 1-ci əsrində olan Qırmızı Qaşlılar üsyanı idi. Bu üsyanın iştirakçıları fərqlənmək üçün qaşlarına qırmızı boya sürtürdülər. Bundan daha güclü üsyan isə 184-cü ildə başladı. Onlar da başlarına sarı sarıq bağlayırdılar. Ona görə də onların adı qalmışdı Sarı Sarıqlılar üsyanı. Sarı Sarıqlılar üsyanı 20 ildən çox davam etdi və Çin zəiflədi. Hətta Xan sülaləsi devrildi və Çin xırda dövlətlərə parçalandı. Gəlin xronologiyaya baxaq. Eramızdan əvvəl 4-3-cü əsrlər Çində nə dövr idi? Vuruşan padşahlıqlar. Eramızdan əvvəl 221-206 Çini hansı sülalə idarə edirdi? Sin sülaləsi. Hətta bu intervalda, bu dövrdə, Sin sülaləsinin dövründə nə tikilmişdi? Çin səddi. Eramızdan əvvəl 206-cı ildə Çində Xan sülaləsi hakimiyyətə gəldi. Xan sülaləsi. Bu müddət ərzində 1-ci əsrdə, baxın bunu bölək eramızdan əvvəl, bu da bizim eramız. 1-ci əsrdə Qırmızı Qaşlılar, 184-də isə Sarı Sarıqlar üsyanı oldu. Bu üsyan 20 il davam elədi. Yəni təxmini 204-cü ildə bitdi. Bu üsyan Xan sülaləsinin devrilməyinə səbəb oldu. Yəni Xan sülaləsi təxmini devrilib eramızın 204-cü ilində. Onda bu sülalə Çini təxmini 400 il idarə eləyib. Eramızdan əvvəldən 200, eramızdan 200. Təxmini 400 il. Çinin kəşfləri. Çay, kompas, kağız, ipək, bunların hamısı Çində kəşf olunub. Burada maraqlı bir şəkil hazırlamışam sizin üçün. Şəkillər yığmışam. Bu nədir? Gildən düzəldilmiş əskərlər. Sin sülaləsinin nümayəndəsi Sin Şin Huandi ölümündən sonra məzarı, məqbərəsi qarət olunmasın deyə məqbərəsinin önündə minlərlə gil əskər düzəltdirir. Bəs bunu niyə edir? Gələn oğrular onun məqbərəsini qarət etməsin və elə zənn etsinlər ki, bu məqbərəni minlərlə əskər qoruyur.
Hansı ki, bu əsgərlər əslində Gil əsgərləri idi. Və bu əsgərlər sonradan Çində əkinçilik işləri zamanı ortaya çıxır. Dərhal tarixçilər dəvət olunur ki, bu əsgərləri araşdırsınlar. Doğrudan da möcüzədir ki, illər keçməsinə baxmayaraq, hələ də bu Gil əsgərlər, onların böyük bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Və ehtimal olunur ki, burada 520 atı ilə 8000 əsgər, 130 döyüş arabası, 150 süvari atlı olduğu təxmin olunur. Baxın, necə də hələ də bu ustaların hazırladığı əl işləri torpağın altında qalıb və dövrümüzə qədər gəlib çıxıb. Çin mədəniyyəti. Qədim Çinlilər özlərinə məxsus hieroqlif yazını icad etmişdilər. Çin yazısında hal-hazırda da hieroqlifdən istifadə olunur. Minlərlə işarə var. Ümumiyyətlə, hieroqlifləri öyrənmək çox çətindir. İlk dövrlərdə bambuk ağacının üstündə, bambuk lövhələrdə, daha sonra ipək parçalarda, daha sonra isə kağızda yazılıb. Yəni, kağızı Çinlilər kəşf edib. Piktoqram da əvvəlki dərslərindən bilirsiniz ki, şəkli yazı deməkdir. Hələ qədim dövrlərdə fəsillərin dəyişməsi, təbiət hadisələri, səma cisimlərinin müşahidəsi Çində dəqiq təqvim düzəldilməsi ilə nəticələndi. Bu, əkinçiliklə məşğul olan əhali üçün çox vacib idi. Tacirlər, səyyahlar səfərlər eləyir, Çini əhatə edən ərazilər, ölkələr haqqında məlumat toplayırdı. Bu məlumatlar əsasında isə dağlar və dənizlər haqqında kitab yazıldı. Görünür, elə kompasda da uzaq səfərlərə çıxan Çinli dənizçilər və səyyahlar ixtira ediblər. Çində təbabət, tibb də inkişaf eləyirdi. Hətta Çinli təbiblər təbii bitkilərlə müalicələrə üstünlük verirdilər. Bu bitkilərdən biri də çay idi. Çaydan ilk vaxtlar bədəndəki qüvvəni mühafizə edən dərman kimi istifadə olunurdu. Xan sülaləsi dövründə Çin tarixindən bəhs edən əsərlər də meydana gəlmişdi. Memarlıq, baxın, burada sadə, kasıb Çinliyə məxsus ev, digər isə varlı əhaliyə məxsus evdir. Çində varlıların evləri xüsusilə fərqlənirdi. Hökmdar sarayları və əyanların evləri daşdan hazırlanırdı çox vaxtı. Konfusiya təlimi. Qədim Çində elmi biliklərin genişlənməsi, müdriklik sənəti olan fəlsəfənin də inkişafına səbəb oldu. Bu baxımdan Konfusiya təlimi xüsusilə maraqlıdır. Bu təlimə görə kiçik böyüyə, uşaq valideynə, xalq isə hökmdarı tabe olmalıdır. Çinli hökmdarın fikrincə, əgər hökmdar, ata və oğul vəzifələrini düzgün bilsələr, onda əmin-amanlıq yaranar. Konfusiya təbiətdəki nizamı cəmiyyətə şamil etməyə çalışırdı. Təbiətdəki nizam nədir? Yəqin ki, bilirsiniz. Burada Konfusiyinin müdrik kəlamları var. Bunları oxuyun, hansı sizə uyğundur, hansı sizə daha çox təsir elədi, deyə biraz fikirləşin. Məsələn, bu sözlərdən, bu kəlamlardan mənim ən xoşuma gələn budur. Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb. Yəni, hamı müəyyən əziyyəti çəkib, daha sonra nail olub uğuruna, nəticəsinə. Bu qədər. Ümid edirəm ki, dərs sizin üçün aydın oldu. Gəlin tez-tez suallar da verim ki, dərsi tam mənimsəyə biləsiniz. Çin harda yerləşir? Asiya qitəsinin şərqində. Hansı çaya? Gəzən çay, Azan çay, Fəlakət çayı deyirdilər. Xuanxe çayına. Çində dəmir emalı nə vaxt olub? Eramızdan əvvəl 6-cı əsr. Eramızdan əvvəl 4-3-cü əsr tarixi Çində necə adlanır? Vuruşan padşahlıqlar. Hansı sülalə Çini vahid dövlətlə birləşdirmişdi? Sin sülaləsi. Neçənci ildə? Eramızdan əvvəl 221. Çin səddinin tikintisi neçənci ildə başlanılmışdı? Eramızdan əvvəl 214. Çinin ərazilərini böyüdən, işğalçılıq aparan sülalənin adı nə idi? Xan sülaləsi. Hətta Xan sülaləsinin dövründə hansı dövlət zəiflənmişdi? Onun bir hissəsində tutmuşdular. Böyük Hun dövləti. Böyük İpək yolu nə vaxt fəaliyyətə başlayıb? Eramızdan əvvəl 2-ci əsrdə.
Xansol ailəsini yıxan, devrilməyinə səbəb olan hansı üsyanları tanıyırsınız? 1-ci əsrdə olan qırmızı qaşlılar, 184-cü ildə isə başlayan sarı sarıqlılar. Çinin hansı kəşflərini bilirsiniz? Çay, kompas, kağız, ipək. Çində yazı vasitələri nələr idi? Bambuk lövhələr, ipək parçalar, daha sonra kağız. Hansı məşhur kitab yazılıb Çində? Dağlar və dənizlər haqqında kitab. Çində hansı fəlsəfi təlim geniş yayılmışdı? Konfutsi təlimi. Ümid edirəm ki, dərs sizin üçün yararlı oldu. Kanala abunə olmağı, dərsi bəyənməyi, rəy bildirməyi unutmayın ki, kanal daha böyük kütləyə çata bilsin. Növbəti dərslərdə görüşərik.